Deməli, Bakı şəhər üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri şagirdlərinin ifasında dəyərlərimizi qoruyaq, zamana səyahət adlı Novruz tamaşası təqdim olunub. Məktəblilər tamaşada kainatın yaranışı, Novruz çərşənbələri və qədim Qobustanla bağlı səhnələr vasitəsilə baharın təntənəsini, Türk xalqlarının birliyini tamaşaçılara çatdırıblar. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında nümayiş etdirilən bayram tamaşasını Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Səbin Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, millət vəkilləri, təhsil müəssisələrinin rəhbərləri və şəhid övladları izləyiblər. Tədbirin əsas məqsədi gənclər arasında, şagirdlər arasında milli dəyərlərimizin təbliği, adət-ənənələrimizin təşviqi, şagirdlər arasında teatra, yaradıcılığa, incəsənətə marağın oyadılmasıdır. Bu tamaşada 1-ci sinifdən 11-ci sinifə qədər şagirdlər və yalnız şagirdlər iştirak edirlər. Müxtəlif obrazlar var, müxtəlif əsərlər, deməli Azərbaycanın ədəbiyyatının müxtəlif əsərləri əks olunacaq, müxtəlif obrazlar, qədim vaxtlarımızdan, türkçülüyümüzdən başlayaraq və bütün yeni tarixə qədər bütün əsərlərimiz və bütün belə deyim qəhrəmanlarımız bu səhnədə öz yerlərini tutacaqlar.